Növbəti məsələyə baxırıq. Deməli, burada bizə nə verilibdir? Verilib natrium 2, SO4. Bir də verilib natrium 2, karbonat 3. Mən bunların molunu bilmirəm. Birini X yazıram, birini Y. Və mənə deyir ki, qarışığın kütləsi M-dir. Onda natrium sulfat 142-dir. Bu eləyir 142X. Üstə gələk. Natrium karbonat 106'dır. Bu eləyir 106Y. Bərabərdir M. Sonra verir ki, duzların kütlə payları eynidir. Məsələn, natrium sulfatın yazıb kütlə payı omega bərabərdir 142X bölək ümumi kütlə M vuraq 100. Natrium karbonat üçün də 106Y bölək M vuraq 100. Yüzlər gedir, M'lər gedir. Deməli 142X 106Y bərabərdir. Yaxşı, bunlar əgər bərabərdirsə, axı biz burada 142X üstə gələ 106Y yazmışıq. Onda biz M'i belə yaza bilərik. M bərabərdir 142X'in yerinə 106Y yaza bilərəmmi? 106Y. Üstə gələk 106Y. Bu da buradakı olan 106. 106Y. O da bərabərdir 212Y. Tapdıq ki, buradan M'imiz 212'yə bərabərdir. İndi bizdən sonra nə soruşur? Deyir ki, həmin bu duzlar natrium sulfatla, natrium sulfat, bir də natrium karbonat. Həmin bax bu duzlar artıq miqdarda xlor turşusu reaksiyadan sonra duz qarışığının kütləsi. Bilirik ki, xlorid turşusu sulfatla getməz. Çünki xlorid zəifdir, sulfat qüvvətlidir. Onu çıxara bilməz. Deməli, burada reaksiya nə ilə gedib? H-xlor natrium karbonatla gedir. Alınır natrium xlorid, alınır karbon qazı, bir də su. Əmsallaşdıraq. Natrium 2'dir. Bura 2 yazıram. Xlor 2'dir. Burada 2 yazıram. Hidrogen sağda solda 2'dir. Oksigen də 3'dür. Biz natrium karbonatı neçə mol götürmüşdük? Y mol götürmüşdük də. Kütləsi nə qədər idi bunun? 106Y idi. 106Y tapım görüm nə qədər duz əmələ gəlir. Məsələn, bunu B ilə işarə edim. Bunu B ilə işarə edək. X'lər qarışmasın. Deməli, 106Y-ə B qədər natrium xlor əmələ gəlir. 106'ya da 2 vuraq 58,5 natrium xlor əmələ gəlir. Niyə mən natrium xlordu tapıram? Mənə deyir ki, xlor turşusu reaksiyadan sonraki qaz, sonraki duzun qarışığının kütləsi. Sonraki duz nədir? Bir alınan natrium xlordur. Bir də artıq qalan natrium sulfatdır. Deməli, buradan mən B-ni tapıram ki, B bərabərdir. Məxrəcdə 106, surətdə 106Y vuraq. 2 vuraq 58,5. 106 ilə 106 ixtisar gedib. Bu da 117Y. Tapdım ki, natrium xlorid 117Y əmələ gəlib. İndi sondakı qaz qarışığı da M plus 2,2'yə bərabərdir. Əvvəldə nə var idi məndə? 142X natrium sulfat var idi. İndi bu 142X-də axı 106'ya bərabərdir. 106'ya bərabərdir. Mən onun yerinə 106Y yaza bilərəm. 106Y üstə gəlir. Sonradan əmələ gələn 117Y bərabərdir M plus 2,2. Buradan da 3 yazaq. 1 yadda 223Y bərabərdir. M'in yerinə nə yazaq deyə burada var. 212Y üstə gələk 2,2. 223'dən 212'ni çıxırıq. Edir 11Y bərabərdir 2,2'yə.
Y də bərabərdir 0,2-yə. Y-i 0,2 tapdıq. Bizdən də nəyi soruşur? M-i soruşur. M də axı buradan bilirik ki 212 Y-ə bərabərdir. M bərabərdir 212 Y. O da bərabərdir 212 vuraq 0,2. Bu da bərabərdir 4, 2, 40, 42,4 edir. Bu da cavab A variantıdır.